Qarabağın UEFA Çempionlar Liqasında Kopenhagenə qarşı keçirəcəyi maç üçün biletlərin qiymətləri əvvəlki oyunlarla müqayisədə kəskin şəkildə artıb. Yenavaz.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda VIP sektorlarda biletlərin qiyməti 500 manata qədər yüksəlib. Qeyd edək ki, bu ilin avqustun 27-sində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Qarabağ-Ferencvaroş oyununda VIP sektorda biletlər 50-150 manat arasında dəyişib. Məsələn, həmin oyunda media sektoruna bitişik VIP sektorda biletin qiyməti 150 manat olub. Qarabağ-Kopenhagen oyununda isə həmin sektorun adı dəyişdirilərək Şuşa VIP qoyulub və biletin qiyməti bir nəfər üçün 500 manata qaldırılıb. Bundan başqa əvvəlki oyunda 29, 30, 37 və 38-ci sektorlarda bilet qiyməti 50 manat olub. Qarabağ-Kopenhagen maçı üçün həmin yerlərdə qiymət 4 dəfə artırılaraq 200 manata çatdırılıb. Sektorların adları da dəyişdirilib. 29-cu sektor VIP Qubadlı, 30-cu sektor VIP Zəngilan, 37-ci sektor VIP Laçın, 38-ci sektor isə VIP Kəlbəcər adlandırılıb. Bunlardan əlavə bəzi sektorlar VIP Füzuli, VIP Cəbrayıl, VIP Ağdam, VIP Xankəndi və VIP Xocalı adlandırılıb. Və bu sektorlarda da qiymətlər təxminən 4 dəfə artırılaraq 250-500 manat aralığında müəyyən edilib.